Bugün sizlərə ətirşahın daxili proseslərindən daha dəqiq desək, istehsal bölməsini təqdim edirik. İlk olaraq ətir qarışdırma cihazında yaxşıca qarışdırılır. Sonra ətir minimum 3 həftə olmaqla 5-15 dərəcə aralığında olan xüsusi otaqda saxlanılır. Doldurulma aparatına keçid edirik. Ətirlər məhz bu aparatda doldurulur. Spreyin qablaşmaya uyğun ölçü və formada kəsilməsi üçün nəzərdə tutulmuş bu alət işin sürətinə və vaxt qənaətinə köməklik göstərir. Spreyi qablaşmaya sabitləmə aparatı həmçinin rahat və əlverişlidir. Xüsusi toxunuluşlardan sonra işimizin son hissəsi artıq qutuda olan ətrimizin paketlənməsi ilə tamamlanır. Bu videoda bir məhsulun hazırlanmasını qısa da olsa göstərmək istədik. İzlədiyiniz üçün təşəkkür edirik.